SSR Ali Sovetinə seçkiləri ərəfəsində Bakıda yeni bir abidənin, Xəzər hərbi dənizçilərinin hünərləri şərəfinə ucaldılan xatirə kompleksinin təntənəli açılışı oldu. SOVKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş abidənin qırmızı lentini kəsdi. Kontra-admiral Yexvonin, Vətəndaş müharibəsinin və Böyük Vətən müharibəsinin veteranı Qaydukov, Sovet silahlı qüvvələrimizə böyük qayğı üçün partiya və hökumətə təşəkkürlərini bildirdilər. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsi Bürosunun üzvləri və üzvlüyə namizədləri Qırmızı Bayraq ordenli Xəzər Donanması Muzeyinə tamaşa etdilər. Onlar Xəzər Donanması döyüşçülərinin inqilabi iş uğrunda mübarizələrdə, Böyük Vətən müharibəsi cəbhələrində göstərdikləri qəhrəmanlıqlara əks etdirən ekspozisiyaya baxdılar.